Salam, bir daha əziz abituriyentlər. Bu da qəbul formatında olan suallardan biridir. Şərtdə deyir ki, köhnə ağır çəkmələrin taqqıqda həyata indi cümləsində yanaşı işlənmiş hansı sözlər arasında sintaktik əlaqə yoxdur. Ümumiyyətlə, sintaktik əlaqə qəbulda yanaşma, uzlaşma, idarə əlaqəsi yox, daha çox uzlaşma ilə düşür. İki əlaqə var, ya tabesiz, ya tabeli. Biz də qayda olaraq öyrəşmişik ki, mübtəda, tamamlıq və zərflik. Bunlar heç vaxt bir-biri ilə əlaqəyə girmir. Mən də baxıram, köhnə ağır. Burada əlaqə var mı? Var, tabesiz. Deməli, bunu götürməyəcəm. Çəkmələrini taqqıllada həyata edir. Burada çəkmələrini taqqıllatmaq, feili bağlama tərkibi olduğuna görə, bunu mən parçalaya bilmərəm. Bəzən uşaqlar bunu götürür. Deməli, bu bütöv götürüləcək. Yəni, 4 həyətə indi, burada əlaqə olduğuna görə, əlimizdə bir dənə qalır, zərflik, bir də zərflik. Biz dedik ki, əlaqəyə girir, ona görə də cavab 4, 5 olacaq. Yəni, diqqət edin imtahanında. Burada əsas məsələ çəkmələrin taqqıqda uşaqlar aid edə bilmir. Tərkibdir. Tərkiblər də parçalanmır. Nə söz birləşməsi, nə tərkiblər parçalanmır. İndi birinci nöqtənin söz birləşməsi düzdür, istisnadır. Amma bu tipli suallara diqqət edin. Hər biriniz uğurlar, sağ olun.